Adama biri məsələn gedirsən, görürsən, yaxınlaşırsan, siqaret yandırmağa bir şeyin var, çağırırsan məsələn zajqalkana bir dənə çıqqı elədin yandırdı, 3 dəfə sənə deyir sağ ol. Allah bu boyda dünyanı yandırıb bunun üçün günəşi, ayı, bu boyda şeyləri, bu təbiəti, nemətləri insan görürsən bədbəxt olur. Bir də o siqaretin yandırıb ona ziyan verən adam əslində ziyan verirdi ona. Ona çox sağ ol deyir. Amma günəşin çıxardan varlığa, buna bu qədər enerji verən, bu qədər məsələn güc verən, həyat verən ona bir dəfə sağ ol demir. Allah deyir, mən qoymayacağam sən günah eləməyə. Amma şərti nədir? Şərti budur ki, sən istəmə günah eləməyi. Sən günah eləməyi istəməsən, mən qoymayacağam sən günah eləməyə. Ay Allah, ölürəm mən, meşədə qalmışam, çöldə qalmışam, yeməyə də heç nə yoxdur. Burada bir dənə ölmüş qoyun var, sən də onu yeməyə nə eləmsən? Haram eləmsən. Allah deyir ki, mən onu sənə halal elədim, ye bitkə. Ye bitkə ölmə. Allah insanla rəftarı bu cürədir. Onu demək istəyirdim ki, insan heç yerdə günah eləməyə məcbur deyil. Heç yerdə günah eləməyə məcbur deyil. Və insanın bütün şəraitdə ibadət eləməyə imkanı var. Bütün şəraitdə ibadət eləməyə imkanı var. Gedə, nə bilim, otura, uzana. Bəli. Yəni o yerdə ki, insan ibadət eləyə bilmir, orada da Allah ondan ibadət istəmir. Qoca kişidir, oruç tuta bilmir. Ana da uşağa süd verir, çətinliyi olur. Özdə, məsələn, qoca kişidir, dözə bilmir, deyir, tutma. Ana da uşağa süd verir, demir, dözülməzdir. Ana məsələsində, süd məsələsində deyər, çətinlik olsa, dözülməz demir orada. Yəni, bir çətinlik olsa, ya uşağa, ya anaya, deyir, tutma. Ondan sonra başqa-başqa hadisi misallarda desin. Amma namazda bu da yoxdur, bu güzəş də yoxdur namazda. Namazda hər var, ayaq üstə qala bilmirsən, oturduğun yerdə, uzandığın yerdə qıl. Səfərə gedirsən, işin çoxdur, deyir 2 rəkat qıl, 4 rəkat qılma. Niyə eləyərlər adam üçün?